Sən anasansa sən özün üçün yaşaya bilməzsən. Sən atasansa sən özün üçün yaşayanmazsan. Sən evlatsansa, sənin yaşlı valideynlərin varsa, sən özün üçün yaşayanmazsan. Bu özü üçün yaşamaq gətirdi ona çıxartdı ki, Avropanın ortabab şəhərlərində 60-90 arası qocalar evi vardır. Çünki insanlar özləri üçün yaşayırlar. Yer yoxdur orada valideynlərə. Özü üçün yaşayan insanlar daha evlənməməyə başladılar. Doğmamağa başladılar. Uşaq gələcək, mənim həyatımı, hüzurumu pozar. Özüm üçün yaşayaram ondansa. Doğuş da düşdü. Buradakiler başlarını aldadırlar ki, uşaq pulu azdır, kasıbıq, ona görə doğmuruq. Yox əzizim, onda görə Almaniyada o qədər uşaq doğula ki, uşaq səsindən qulağımız tutula. Orada da doğmurlar, İngiltərədə də doğmurlar. Onlar ki, bizdən yaxşı yaşayır. Yox, insanın fəlsəfəsi dəyişdi. Özü üçün yaşayan yaramazlar ordusu yarandı. Egoistlər ordusu yarandı. Sən necə özün üçün yaşaya bilərsən? Konfutsi deyərdi. Sənin qoca ata-anan var.